İyun ayı bürclər üçün taleyüklü dəyişikliklər, sürpriz xəbərlər və gözlənilməz fürsətlərlə yadda qalacaq. Bəs hansı bürcü böyük uğur gözləyir? Kim gözlənilməz pulla sevinəcək? Hansı bürc keçmiş sevgisi ilə yenidən qarşılaşacaq? Və ən əsası, iyun ayında şans hansı bürclərin tərəfində olacaq? Bütün bürclərin ən dəqiq və geniş iyun proqnozunu bu videoda izləyin. Sizin bürcünüz haqqında deyilənlər sizi təəccübləndirə bilər. Videonu sona qədər izləməyi unutmayın, çünki ayın ən şanslı və ən diqqətli olması lazım olan bürclərini açıqlayırıq. Qoç bürcü. İyun ayı Qoç bürcü üçün güclü enerji, dəyişiklik və yeni başlanğıclar ayı olacaq. Bu ay həyatınızın bir çox sahəsində hərəkətlilik hiss olunacaq. Daxilinizdə uzun müddətdir yığılan qərarsızlıq yavaş-yavaş yerini qətiyyətə verəcək. Özünüzü daha güclü, daha inamlı və daha motivasiyalı hiss edəcəksiniz. Qarşınıza çıxan fürsətləri düzgün qiymətləndirsəniz, iyun sizin üçün ilin ən uğurlu dövrlərindən birinə çevrilə bilər. Ulduzlar xüsusilə liderlik qabiliyyətinizi ön plana çıxaracaq. İnsanlar sizin enerjinizdən təsirlənəcək, dediklərinizə daha çox önəm verəcək və fikirlərinizə dəstək olacaq. İş və karyera sahəsində iyun ayı olduqca aktiv keçəcək. Yeni layihələr, yeni təkliflər və fərqli imkanlar gündəmdə olacaq. Əgər uzun müddətdir dəyişiklik etmək, yeni işə başlamaq və ya öz biznesinizi qurmaq barədə düşünürsünüzsə, artıq bunun üçün uyğun zaman yaxınlaşır. İş həyatında təşəbbüskar davranışınız rəhbərlik tərəfindən diqqətlə izlənəcək. Sizin sürətli qərar vermək bacarığınız və risk etmək cəsarətiniz bir çox insanı heyrətləndirəcək. Ayın ilk günlərində bəzi çətinliklər və gecikmələr olsa da, sonradan hər şey sizin xeyrinizə dəyişəcək. Komanda işi və kollektiv layihələrdə ön plana çıxmaq ehtimalınız yüksəkdir. Xüsusilə ayın ikinci yarısında uğur qapıları sizin üçün daha geniş açılacaq. Maliyyə baxımından isə iyun ayı həm fürsətlər, həm də ehtiyatlı davranmalı olduğunuz məqamlarla doludur. Ayın əvvəlində kiçik gəlir artımı və əlavə qazanc ehtimalı görünür. Əlinizə gözləmədiyiniz bir pul keçə bilər. Lakin bu dövrdə emosional alış-verişdən uzaq durmaq vacibdir. Xüsusilə texnologiya, geyim və ya lazımsız əşyalar üçün böyük məbləğ xərcləmək sonradan peşmanlıq yarada bilər. Ayın ortalarında investisiya və yeni qazanc yolları ilə bağlı maraqlı təkliflər ala bilərsiniz. Ancaq hər təklifə kor-koranə inanmaq olmaz. Maliyyə qərarlarını emosiyalarla deyil, hesablamalarla vermək daha doğru olacaq. Büdcənizi planlaşdırmaq gələcək aylarda sizi rahatlaşdıracaq. Sağlamlıq baxımından enerjiniz yüksək olsa da, özünüzü həddindən artıq yormamaq vacibdir. İyun ayında yuxu rejiminə diqqət etmək lazımdır. Yorğunluq və stres bədəndə gərginlik yarada bilər. Açıq havada gəzmək, idmanla məşğul olmaq və düzgün qidalanmaq sizə müsbət təsir edəcək. Xüsusilə su qəbulunu artırmaq və balanslı pəhrizə keçmək faydalıdır. Bəzi qoçlar baş ağrısı, yorğunluq və əsəbilik hiss edə bilər. Buna görə istirahətə vaxt ayırmaq vacibdir. Meditasiya, sakit musiqi və təbiətdə vaxt keçirmək ruh halınızı yaxşılaşdıracaq. Buğa bürcü. İyun ayı Buğa bürcü üçün sabitlik, inkişaf və daxili rahatlıq dövrü olacaq. Bu ay həyatınızda uzun müddətdir qurmağa çalışdığınız nizam və balans tədricən formalaşmağa başlayacaq. Özünüzü daha güvənli hiss edəcək, gələcəklə bağlı planlarınızı daha ciddi şəkildə düşünəcəksiniz. İyun ayı sizə həm maddi, həm də mənəvi baxımdan güclənmək imkanı verəcək. Sakit və səbirli davranışınız bir çox problemin həllində əsas rol oynayacaq. Ətrafınızdakı insanlar sizin məntiqli qərarlarınıza daha çox güvənəcək və məsləhətlərinizə ehtiyac duyacaqlar. İş və karyera sahəsində buğaları məhsuldar və uğurlu günlər gözləyir. İş həyatında diqqətli, məsuliyyətli və planlı yanaşmanız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Xüsusilə yarımçıq qalan işləri tamamlamaq və uzun müddətli layihələrə başlamaq üçün əlverişli zamandır. İyun ayında bəzi buğalar yeni vəzifə, əlavə məsuliyyət və ya gələcək üçün vacib təklif ala bilər. İş mühitində nüfuzunuz artacaq və insanlar sizin peşəkarlığınıza daha çox önəm verəcəklər. Komanda işində sakit və stabil mövqeyiniz münaqişələrin qarşısını almağa kömək edəcək. Ayın ikinci yarısında yeni əməkdaşlıqlar və maraqlı iş əlaqələri yarana bilər. Əgər öz biznesinizi qurmaq və ya əlavə qazanc əldə etmək barədə düşünürsünüzsə, bu ay ilk addımları atmaq üçün münasibdir.
Lakin hər qərarı diqqətlə analiz etmək vacibdir. Tələskənlik sizə uyğun deyil və məhz düşünülmüş addımlar uğur gətirəcək. Ulduzlar göstərir ki, iyun ayında səbr edən buğalar nəticəsini mütləq görəcək. Maliyyə baxımından iyun ayı ümumilikdə müsbət görünür. Pul məsələlərində planlı və qənaətli davranışınız sizə üstünlük qazandıracaq. Ayın ortalarında maaş artımı, əlavə gəlir və ya kiçik mükafat alma ehtimalı yüksəkdir. Uzun müddətdir gözlədiyiniz bir ödəniş və ya borc geri qaytarıla bilər. Bu dövrdə əlinizə keçən pulu düzgün idarə etmək vacibdir. Böyük risklərdən uzaq durmaq və gələcəyi düşünərək hərəkət etmək daha faydalı olacaq. Bəzi buğalar ev, torpaq və ya əmlakla bağlı planlar qura bilər. Maliyyə baxımından əsas məqsədiniz təhlükəsizlik hissini qorumaq olacaq. Sevgi həyatında isə iyun ayı sakit, səmimi və emosional anlarla yadda qalacaq. Münasibətdə olan buğalar tərəfdaşı ilə daha yaxın münasibət quracaq. Qarşılıqlı anlayış və sədaqət münasibətlərinizi daha da gücləndirəcək. Birlikdə gələcəklə bağlı planlar qurmaq, səyahət etmək və ya yeni qərarlar almaq mümkündür. Əgər son zamanlar aranızda soyuqluq yaranmışdırsa, iyun ayında münasibətlər yenidən istiləşə bilər. Sakit söhbətlər və emosional yaxınlıq problemlərin həllinə kömək edəcək. Subay buğalar üçün isə maraqlı romantik inkişaflar mümkündür. Xüsusilə köhnə dost çevrəsindən biri sizə fərqli gözlə baxmağa başlaya bilər. Əvvəllər sadəcə dost kimi gördüyünüz bir insanla aranızda emosional yaxınlıq yarana bilər. Ayın ortalarında yeni tanışlıq ehtimalı da yüksəkdir. Bu münasibət ilk baxışdan sakit görünsə də zamanla ciddi hisslərə çevrilə bilər. Ulduzlar sizə sevgi məsələlərində tələsməməyi və hisslərinizi diqqətlə dinləməyi tövsiyə edir. Ailə münasibətlərində isə isti və harmonik atmosfer hiss olunacaq. Evdə birlik və rahatlıq yaratmaq istəyiniz artacaq. Bu səbəbdən bəzi buğalar evdə dəyişiklik etmək, dekorasiya yeniləmək və ya kiçik təmir işləri ilə məşğul ola bilər. Əkizlər bürcü. İyun ayı Əkizlər bürcü üçün hərəkətli, sosial və yeniliklərlə dolu bir dövr olacaq. Bu ay enerjiniz, ünsiyyət qabiliyyətiniz və yaradıcılığınız maksimum səviyyədə hiss olunacaq. İnsanlarla daha rahat əlaqə quracaq, diqqət mərkəzində olacaqsınız. Uzun müddətdir beyninizdə gəzdirdiyiniz ideyaları həyata keçirmək üçün uyğun imkanlar yaranacaq. İyun ayında həyatınızda həm yeni insanlar, həm də yeni düşüncə tərzi ön plana çıxacaq. Dəyişikliklərdən qorxmayan əkizlər üçün bu ay olduqca uğurlu keçə bilər. İş və karyera sahəsində çox aktiv və məhsuldar bir ay sizi gözləyir. Yaradıcı düşüncəniz və fərqli baxış bucağınız rəhbərlik və həmkarlar tərəfindən diqqətlə izlənəcək. Yeni layihələr, təqdimatlar və ictimai fəaliyyətlərdə uğur qazanmaq ehtimalınız yüksəkdir. Xüsusilə media, təhsil, satış, reklam və sosial sahədə çalışan əkizlər üçün iyun ayı önəmli fürsətlərlə yadda qala bilər. Komanda işində enerjiniz və çevik düşüncəniz sayəsində lider kimi seçilə bilərsiniz. Ayın ortalarında gözlənilməz iş təklifi və ya yeni əməkdaşlıq ehtimalı görünür. Əgər uzun müddətdir iş dəyişmək və ya öz layihənizi qurmaq barədə düşünürsünüzsə, ulduzlar sizi dəstəkləyəcək. Lakin bir anda çox işə girişmək diqqət dağınıqlığı yarada bilər. Prioritetləri düzgün müəyyən etmək vacib olacaq. Səbirli və planlı davransanız, ayın sonuna doğru böyük nəticələr əldə edə bilərsiniz. Maliyyə baxımından iyun ayı yeni imkanlar və əlavə qazanc ehtimalı gətirəcək. Xüsusilə yeni əməkdaşlıq və fərdi layihələrdən gəlir əldə etmək mümkündür. Bəzi əkizlər əlavə iş və ya onlayn fəaliyyət sayəsində qazancını artıra bilər. Lakin bu ay planlaşdırılmamış xərclər də arta bilər. Əyləncə, səyahət və alış-veriş üçün artıq pul xərcləmək sonradan büdcədə çətinlik yarada bilər. Maliyyə sabitliyi üçün xərcləri nəzarətdə saxlamaq vacibdir. Ayın ikinci yarısında gələcək üçün vacib maliyyə qərarları gündəmə gələ bilər. Sevgi həyatında isə iyun ayı romantika, sürprizlər və maraqlı emosiyalarla dolu olacaq. Münasibətdə olan əkizlər tərəfdaşı ilə daha açıq və səmimi ünsiyyət quracaq. Aranızdakı problemləri həll etmək üçün uyğun zamandır. Kiçik jestlər, romantik mesajlar və birlikdə keçirilən vaxt münasibətləri daha da möhkəmləndirəcək. Tərəfdaşınız sizin diqqətinizə və enerjinizə daha çox ehtiyac duya bilər. Bu səbəbdən hisslərinizi ifadə etməkdən çəkinməyin.
Subay əkizlər üçün isə iyun ayı olduqca maraqlı keçəcək. Yeni tanışlıqlar, flört və gözlənilməz romantik yaxınlaşmalar mümkündür. Sosial tədbirlərdə, səyahətdə və ya internet vasitəsilə maraqlı biri ilə tanış olmaq ehtimalı yüksəkdir. Bu insanla söhbətlər sizə xüsusi hisslər yaşada bilər. Bəzi əkizlər üçün keçmiş münasibətlə bağlı yenidən əlaqə qurmaq ehtimalı da görünür. Lakin qərar verməzdən əvvəl hisslərinizi yaxşı analiz etməlisiniz. Ailə münasibətlərində isə daha çox ünsiyyət və birlik hiss olunacaq. Ayın sonuna doğru gələcək planlarınızı daha ciddi şəkildə düşünməyə başlayacaqsınız. Yeni məqsədlər müəyyən etmək, həyatınıza istiqamət vermək və fərqli layihələr qurmaq üçün güclü motivasiya hiss edəcəksiniz. İyun ayı əkizlərə göstərir ki, doğru insanlarla əlaqə qurmaq və özünü düzgün ifadə etmək böyük qapılar aça bilər. Bu ay həyatınıza daxil olan yeniliklər gələcək uğurlarınızın əsasını qoya bilər. Xərçəng bürcü. İyun ayı xərçəng bürcü üçün duyğuların, ailə bağlarının və daxili rahatlığın ön plana çıxdığı xüsusi bir dövr olacaq. Bu ay həyatınızda emosional mövzular daha çox diqqət çəkəcək. Özünüzü həm həssas, həm də güclü hiss edəcəksiniz. Daxili dünyanızda bəzi dəyişikliklər yaşayacaq, keçmişlə bağlı düşüncələrə daha çox vaxt ayıracaqsınız. İyun ayı sizə həm ruhən rahatlamaq, həm də həyatınızda vacib qərarlar vermək üçün imkan yaradacaq. Ulduzlar göstərir ki, bu dövrdə intuisiyanız çox güclü olacaq və hissləriniz sizi doğru istiqamətə yönəldəcək. İş və karyera sahəsində isə səbirli və diqqətli davranışınız sizə uğur gətirəcək. İş həyatında emosiyalarınızı idarə etməyi bacarsanız, böyük nəticələr əldə edə bilərsiniz. Rəhbərlik və həmkarlarla münasibətlərdə səmimi və anlayışlı yanaşmanız diqqət çəkəcək. Xüsusilə kollektiv işlərdə insanlarla düzgün ünsiyyət qurmaq sizə üstünlük qazandıracaq. Ayın ilk yarısında bəzi gecikmələr və yorucu proseslər olsa da, sonradan vəziyyət sizin xeyrinizə dəyişəcək. Uzun müddətdir gözlədiyiniz bir məsələ ilə bağlı müsbət xəbər alma ehtimalınız yüksəkdir. İyun ayında bəzi xərçənglər üçün yeni iş imkanları və əməkdaşlıq təklifləri də gündəmə gələ bilər. Əgər iş dəyişmək və ya yeni layihəyə başlamaq istəyirsinizsə, qərar verməzdən əvvəl bütün detalları diqqətlə analiz etməlisiniz. Tələskənlik sizə uyğun deyil və məhz səbirli davranışınız sizi uğura aparacaq. Ayın sonuna doğru iş həyatında daha rahat və stabil bir dövr başlayacaq. Maliyyə baxımından iyun ayı diqqət və planlama tələb edir. Gəlir və xərclər arasında balans yaratmaq vacib olacaq. Bu ay qənaətli davranmaq və lazımsız xərclərdən uzaq durmaq sizə gələcəkdə rahatlıq gətirəcək. Ayın ortalarında gözlənilməz xərclər yarana bilər, buna görə əvvəlcədən plan qurmaq faydalıdır. Bəzi xərçənglər ailə və evlə bağlı maliyyə məsələlərinə daha çox pul ayırmalı ola bilər. Eyni zamanda ağıllı qərarlar sayəsində əlavə qazanc və ya yeni maliyyə imkanı əldə etmək ehtimalı da görünür. Sevgi həyatında isə iyun ayı olduqca emosional və romantik keçəcək. Münasibətdə olan xərçənglər tərəfdaşı ilə daha yaxın münasibət quracaq. Sevgi, qayğı və anlayış münasibətlərinizi daha da gücləndirəcək. Bu ay hisslərinizi gizlətmək əvəzinə açıq şəkildə ifadə etmək münasibətlərə müsbət təsir göstərəcək. Birlikdə keçirilən sakit və romantik anlar aranızdakı bağı möhkəmləndirəcək. Tərəfdaşınızın sizə daha çox ehtiyacı ola bilər və sizin dəstəyiniz onun üçün önəmli olacaq. Subay xərçənglər üçün isə iyun ayı maraqlı emosional dəyişikliklər gətirə bilər. Ayın ortalarında yeni biri ilə tanışlıq və ya keçmişdən gələn bir insanla yenidən yaxınlaşma mümkündür. Köhnə hisslər yenidən oyana bilər. Bu münasibət sizə həm həyəcan, həm də nostalji yaşada bilər. Yeni tanış olacağınız insanın səmimiyyəti və diqqəti sizi özünə cəlb edəcək. Ulduzlar sizə ürəyinizin səsini dinləməyi tövsiyə edir. Ayın sonuna doğru həyatınızda mühüm qərarlar gündəmə gələ bilər. Şəxsi münasibətlər, ailə və gələcək planlarla bağlı düşüncələriniz daha da ciddiləşəcək. Ulduzlar göstərir ki, iyun ayı xərçənglər üçün həm emosional güclənmə, həm də daxili yenilənmə ayıdır. Öz hisslərinizə güvənin və sizi xoşbəxt edən insanlara daha çox yaxın olun. Bu ay həyatınıza sakitlik, sevgi və yeni ümidlər gətirə bilər. Şir bürcü. İyun ayı Şir bürcü üçün parlaq uğurlar, diqqət mərkəzində olmaq və yeni imkanlarla yadda qalacaq.
Bu ay enerjiniz, özünə inamınız və liderlik qabiliyyətiniz maksimum səviyyədə hiss olunacaq. Ətrafınızdakı insanlar sizin güclü xarakterinizdən və motivasiya dolu davranışınızdan təsirlənəcəklər. Uzun müddətdir planlaşdırdığınız işləri həyata keçirmək üçün çox uyğun dövrdür. İyun ayında həyatınızda həm şəxsi, həm də peşəkar baxımdan önəmli dəyişikliklər baş verə bilər. Ulduzlar sizə göstərir ki, özünüzə inandığınız müddətdə qarşınızda duran maneələri rahatlıqla aşacaqsınız. İş və karyera sahəsində şirləri çox uğurlu bir ay gözləyir. Liderlik qabiliyyətiniz və təşəbbüskar davranışınız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. İş həyatında ön plana çıxmaq, nüfuz qazanmaq və özünüzü sübut etmək üçün güclü imkanlar yaranacaq. Yeni layihələr, əməkdaşlıqlar və maraqlı təkliflər gündəmə gələ bilər. Xüsusilə rəhbər vəzifədə çalışan və ya yaradıcılıq sahəsində fəaliyyət göstərən şirlər üçün iyun ayı böyük uğurlar vəd edir. İnsanlarla düzgün ünsiyyət qurmaq və komandaya motivasiya vermək bacarığınız sizi fərqləndirəcək. Ayın ortalarında gözlənilməz iş təklifi və ya gələcək üçün vacib əməkdaşlıq ehtimalı yüksəkdir. Əgər yeni iş qurmaq, fəaliyyət sahəsini genişləndirmək və ya fərdi layihəyə başlamaq istəyirsinizsə, bu ay atacağınız addımlar gələcək uğurların əsasını qoya bilər. Bununla belə, özünüzü həddindən artıq yormamaq vacibdir. Hər işi eyni anda görmək istəyi bəzən sizi fiziki və emosional yorğunluğa sala bilər. Planlı hərəkət etmək uğurunuzu daha da artıracaq. Maliyyə baxımından iyun ayı müsbət görünür. Yeni gəlir mənbələri, əlavə qazanc və uğurlu razılaşmalar gündəmdə ola bilər. Bəzi şirlər bonus, mükafat və ya gözlənilməz gəlir əldə edə bilər. Xüsusilə ayın ikinci yarısında maliyyə baxımından rahatlama hiss olunacaq. Lakin qazancın artması ilə yanaşı, xərclər də çoxala bilər. Əyləncə, lüks alış-veriş və emosional qərarlar büdcənizə təsir göstərə bilər. Bu səbəbdən planlı davranmaq və gələcəyi düşünərək hərəkət etmək vacibdir. Düzgün maliyyə planlaması sizə uzun müddətli sabitlik gətirəcək. Sevgi həyatında isə şirləri olduqca romantik və həyəcanlı günlər gözləyir. Münasibətdə olan şirlər tərəfdaşı ilə daha yaxın münasibət quracaq. Romantik görüşlər, sürprizlər və emosional söhbətlər münasibətləri canlandıracaq. Tərəfdaşınız sizdən daha çox diqqət və sevgi görə bilər. Bu ay hisslərinizi açıq şəkildə ifadə etmək münasibətlərinizə müsbət təsir göstərəcək. Birlikdə gələcək planları qurmaq və münasibətləri daha ciddi mərhələyə keçirmək istəyiniz arta bilər. Subay şirlər üçün isə iyun ayı sürprizlərlə doludur. Ayın ortalarında maraqlı biri ilə tanışlıq və romantik macəra ehtimalı çox yüksəkdir. Bu insan sizin enerjinizə və xarizmanıza heyran ola bilər. Sosial tədbirlərdə, səyahətlərdə və ya dost çevrəsində diqqət çəkəcək və yeni münasibətlər üçün fürsətlər əldə edəcəksiniz. Bəzi şirlər üçün keçmiş münasibətlə bağlı yenidən əlaqə qurmaq ehtimalı da görünür. Lakin bu dəfə qərar verməzdən əvvəl hisslərinizi daha dərindən analiz etməlisiniz. Ayın sonuna doğru gələcək planlarınız daha da aydınlaşacaq. Qarşınıza yeni məqsədlər qoyacaq və onlara çatmaq üçün daha qətiyyətli davranacaqsınız. Ulduzlar göstərir ki, iyun ayı şirlər üçün uğur, motivasiya və yenilənmə ayıdır. Öz gücünüzə inanmaq və daxili balansınızı qorumaq sizi çox böyük nailiyyətlərə yaxınlaşdıra bilər. Bu ay həyatınıza daxil olacaq imkanlar gələcək uğurlarınızın başlanğıcı ola bilər. Qız bürcü. İyun ayı qız bürcü üçün planlama, inkişaf və daxili nizam yaratmaq baxımından olduqca məhsuldar keçəcək. Bu ay həyatınızda bir çox məsələni qaydaya salmaq, gələcək planlarınızı dəqiqləşdirmək və yarımçıq qalan işləri tamamlamaq istəyəcəksiniz. Səbirli, diqqətli və məsuliyyətli davranışınız sayəsində həm iş həyatında, həm də şəxsi münasibətlərdə uğur qazana bilərsiniz. İyun ayında detallara verdiyiniz önəm sizi bir çox insandan fərqləndirəcək. Ulduzlar göstərir ki, düzgün planlama və sakit qərarlar sayəsində bu ay həyatınızda mühüm irəliləyişlər əldə edə bilərsiniz. İş və karyera sahəsində qız bürcünü uğurlu və hərəkətli günlər gözləyir. İş həyatında məsuliyyətli və peşəkar yanaşmanız rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Uzun müddətdir zəhmət çəkdiyiniz məsələlərin nəticəsini görməyə başlaya bilərsiniz. Xüsusilə sənəd işi, analiz, maliyyə, təhsil və təşkilatçılıq tələb edən sahələrdə çalışan qızlar üçün iyun ayı uğurlu keçəcək. Yeni layihələr və əlavə vəzifələr gündəmə gələ bilər.
İlk baxışda yorucu görünsə də bu məsuliyyətlər gələcəkdə sizə böyük üstünlük qazandıracaq. Ayın ortalarında maraqlı iş təklifləri və yeni əməkdaşlıq imkanları yarana bilər. Bəzi qızlar iş mühitində dəyişiklik etmək və ya yeni istiqamət seçmək barədə düşünəcək. Bu dövrdə qərar verməzdən əvvəl hər detalı analiz etmək vacibdir. Tələsmədən atılan addımlar daha uğurlu nəticələr verəcək. Ulduzlar göstərir ki, ayın sonuna doğru peşəkar həyatınızda mühüm yenilik və inkişaf hiss ediləcək. Maliyyə baxımından isə iyun ayı diqqətli və planlı davranmağı tələb edir. Gəlirinizdə sabitlik olsa da bəzi gözlənilməz xərclər yarana bilər. Bu səbəbdən büdcəni düzgün idarə etmək vacib olacaq. Ani və emosional alış-verişdən uzaq durmaq sizə üstünlük qazandıracaq. Ayın ikinci yarısında kiçik gəlir artımı, əlavə qazanc və ya mükafat alma ehtimalı görünür. Bəzi qızlar yeni qazanc mənbəyi ilə bağlı maraqlı təklif ala bilər. Maliyyə baxımından əsas məqsədiniz təhlükəsizlik və sabitlik yaratmaq olacaq. Sevgi həyatında isə iyun ayı sakit, səmimi və emosional yaxınlıqla yadda qalacaq. Münasibətdə olan qızlar tərəfdaşı ilə daha açıq və anlayışlı münasibət quracaq. Uzun müddətdir danışılmayan mövzular gündəmə gələ və problemlərin həlli üçün uyğun şərait yarana bilər. Bu ay səmimi söhbətlər və qarşılıqlı dəstək münasibətlərinizi daha da gücləndirəcək. Tərəfdaşınız sizin diqqətinizə və qayğınıza daha çox ehtiyac duya bilər. Kiçik jestlər və birlikdə keçirilən sakit anlar münasibətlərinizə müsbət təsir göstərəcək. Subay qızlar üçün isə iyun ayı maraqlı emosional yeniliklər gətirə bilər. Ayın ortalarında yeni biri ilə tanışlıq ehtimalı yüksəkdir. Bu insan ilk baxışda sakit və ciddi görünə bilər, lakin zaman keçdikcə aranızda güclü emosional bağ yarana bilər. Tanışlıq iş, təhsil və ya dost çevrəsində baş verə bilər. Ulduzlar sizə hisslərinizi çox gizlətməməyi və yeni münasibətlərə şans verməyi tövsiyə edir. Ayın sonuna doğru gələcək planlarınızı yenidən nəzərdən keçirmək istəyəcəksiniz. Qarşınıza yeni məqsədlər qoymaq və həyatınızda daha sabit istiqamət müəyyən etmək üçün uyğun zamandır. Ulduzlar göstərir ki, iyun ayı qız bürcü üçün həm inkişaf, həm də daxili güclənmə ayıdır. Səbriniz, zəhmətiniz və düzgün qərarlarınız sayəsində bu ay həyatınızda mühüm dəyişikliklərin təməli qoyula bilər. Tərəzi bürcü. İyun ayı tərəzi bürcü üçün balans, harmoniya və yenilənmə dövrü olacaq. Bu ay həyatınızın müxtəlif sahələrində tarazlıq yaratmaq istəyiniz daha da güclənəcək. Uzun müddətdir sizi narahat edən məsələləri qaydaya salmaq, münasibətləri düzəltmək və daxili rahatlığınızı qorumaq əsas məqsədlərinizdən biri olacaq. İyun ayında həm emosional, həm də sosial baxımdan daha aktiv və enerjili hiss edəcəksiniz. İnsanlarla münasibətlərinizdə diplomatik və anlayışlı davranışınız sizə böyük üstünlük qazandıracaq. Ulduzlar göstərir ki, bu ay düzgün qərarlar və sakit yanaşma sayəsində həyatınızda müsbət dəyişikliklər baş verə bilər. İş və karyera sahəsində tərəziləri uğurlu əməkdaşlıqlar və yeni imkanlar gözləyir. Komanda işi, ünsiyyət və ortaq layihələrdə böyük uğur qazanmaq ehtimalınız yüksəkdir. İş həyatında insanlarla düzgün münasibət qurmaq bacarığınız rəhbərlik və həmkarlar tərəfindən yüksək qiymətləndiriləcək. Ay ərzində yeni razılaşmalar, əməkdaşlıqlar və maraqlı təkliflər gündəmə gələ bilər. Xüsusilə hüquq, media, dizayn, satış və ictimai sahədə çalışan tərəzilər üçün iyun ayı məhsuldar keçəcək. Ayın ortalarında uzun müddətdir gözlədiyiniz bir məsələ ilə bağlı müsbət xəbər ala bilərsiniz. Yeni layihələrdə iştirak etmək və öz ideyalarınızı təqdim etmək üçün uyğun zamandır. Bəzi tərəzilər iş mühitində yüksəliş və ya əlavə məsuliyyət əldə edə bilər. Bununla yanaşı, qərarsızlıq hissi bəzən işlərinizi ləngidə bilər. Ulduzlar sizə daha qətiyyətli olmağı və imkanları vaxtında dəyərləndirməyi tövsiyə edir. Maliyyə baxımından isə iyun ayı diqqətli planlama tələb edir. Gəlirlərinizdə artım və əlavə qazanc imkanları görünür. Xüsusilə yeni əməkdaşlıq və ortaq işlərdən maliyyə faydası əldə etmək mümkündür. Lakin bu dövrdə xərcləri nəzarətdə saxlamaq vacib olacaq. Əyləncə, alış-veriş və sosial tədbirlərə artıq pul xərcləmək sonradan büdcəyə təsir göstərə bilər. Qənaətli və planlı davranış maliyyə baxımından sizi daha rahat edəcək. Ayın sonuna doğru maddi vəziyyətinizdə sabitlik hiss olunacaq. Sevgi həyatında isə iyun ayı romantika və emosional yaxınlıqla yadda qalacaq.
Münasibətdə olan tərəzilər tərəfdaşı ilə daha harmonik münasibət quracaq. Açıq söhbətlər, qarşılıqlı anlayış və kiçik romantik jestlər münasibətlərinizi daha da möhkəmləndirəcək. Uzun müddətdir həll olunmayan problemlər varsa, bu ay onları sakit şəkildə həll etmək mümkün olacaq. Birlikdə keçirilən vaxt münasibətinizə yeni enerji gətirəcək. Subay tərəzilər üçün isə iyun ayı yeni tanışlıqlar və maraqlı hisslərlə doludur. Ayın ortalarında gözlənilməz bir tanışlıq həyatınıza rəng qata bilər. Bu insanın xarakteri və enerjisi sizə çox yaxın gələcək. Sosial tədbirlərdə, dost çevrəsində və ya səyahət zamanı romantik yaxınlaşma ehtimalı yüksəkdir. Bəzi tərəzilər keçmiş münasibətlə bağlı yenidən düşünə bilər. Lakin bu dəfə qərar verərkən həm ağlınızı, həm də ürəyinizi dinləməlisiniz. Ayın sonuna doğru gələcəklə bağlı planlarınız daha da aydınlaşacaq. Yeni məqsədlər müəyyən etmək və həyatınızda dəyişikliklər etmək üçün güclü motivasiya hiss edəcəksiniz. Ulduzlar göstərir ki, iyun ayı tərəzilər üçün həm daxili balans, həm də uğurlu yeniliklər ayıdır. Özünüzə inanmaq, düzgün insanlarla münasibət qurmaq və həyatınıza harmoniya qatmaq sizi böyük uğurlara yaxınlaşdıra bilər. Əqrəb bürcü. İyun ayı Əqrəb bürcü üçün daxili yenilənmə, emosional dərinlik və mühüm dəyişikliklərlə yadda qalacaq. Bu ay həyatınızın bir çox sahəsində daha çox düşünəcək, hisslərinizi və gələcək planlarınızı analiz edəcəksiniz. Daxili intuisiya gücünüz artacaq və bir çox məsələdə doğru qərarı hissləriniz sayəsində verəcəksiniz. İyun ayı Əqrəblər üçün həm mənəvi, həm də praktiki baxımdan dönüş nöqtəsi ola bilər. Ulduzlar sizə göstərir ki, bu dövrdə səbirli və ağıllı davranmaq sizi böyük uğurlara yaxınlaşdıracaq. İş və karyera sahəsində fərqli düşüncə tərziniz və yaradıcı yanaşmalarınız diqqət çəkəcək. İş həyatında analitik düşüncəniz və detalları görmək bacarığınız sizə üstünlük qazandıracaq. Rəhbərlik və həmkarlar sizin ideyalarınıza daha çox önəm verəcək, xüsusilə yeni layihələrdə söz sahibi olmaq imkanınız artacaq. Diplomatik davranışınız və sakit qərarlarınız gərgin vəziyyətlərdə müsbət nəticələr əldə etməyə kömək edəcək. İyun ayında bəzi əqrəblər yeni layihəyə başlaya, əlavə vəzifə ala və ya gələcək üçün vacib əməkdaşlığa qoşula bilər. Ayın ortalarında iş həyatında mühüm dəyişikliklər gündəmə gələ bilər. Yeni iş təklifi, fərqli layihə və ya gələcək üçün ciddi imkanlar yaranacaq. Lakin qərar verməzdən əvvəl bütün detalları diqqətlə analiz etmək vacibdir. Tələsik addımlar sonradan sizi narahat edə bilər. Ulduzlar sizə soyuqqanlı davranmağı və emosiyalarla deyil, məntiqlə hərəkət etməyi tövsiyə edir. Ayın sonuna doğru zəhmətinizin nəticəsini görməyə başlayacaqsınız. Maliyyə baxımından iyun ayı diqqət və planlama tələb edir. Ayın əvvəlində kiçik maddi uğurlar və əlavə gəlir ehtimalı görünür. Uzun müddətdir gözlədiyiniz ödəniş və ya qazanc əlinizə keçə bilər. Ayın ortalarında isə yeni gəlir imkanları və maraqlı təkliflər gündəmə gələ bilər. Bəzi əqrəblər əlavə iş və ya fərqli qazanc mənbəyi ilə maraqlanacaq. Lakin riskli qərarlardan uzaq durmaq vacibdir. Xüsusilə borc vermək, böyük investisiyalar etmək və ya emosional alış-veriş sizə problem yarada bilər. Qənaətli və düşünülmüş davranış uzun müddətli uğur gətirəcək. Sevgi həyatında isə iyun ayı emosional və dərin hisslərlə dolu olacaq. Münasibətdə olan əqrəblər tərəfdaşı ilə daha səmimi və yaxın münasibət quracaq. Bu ay gizli qalan hisslər və danışılmayan mövzular gündəmə gələ bilər. Açıq və dürüst söhbətlər münasibətləri daha da möhkəmləndirəcək. Romantik anlar və emosional yaxınlıq aranızdakı bağı gücləndirəcək. Tərəfdaşınız sizin dəstəyinizə və diqqətinizə daha çox ehtiyac duya bilər. Subay əqrəblər üçün isə iyun ayı olduqca maraqlı keçəcək. Ayın ortalarında yeni biri ilə tanışlıq və ya keçmiş münasibətin yenidən gündəmə gəlməsi mümkündür. Bu insan sizdə güclü emosiyalar oyada bilər. Gözlənilməz tanışlıq qısa zamanda ciddi hisslərə çevrilə bilər. Bəzi əqrəblər isə keçmiş sevgidən xəbər ala və köhnə münasibətlə bağlı qərar verməli ola bilər. Ulduzlar sizə ürəyinizin səsini dinləməyi, amma məntiqi də unutmamağı tövsiyə edir. Ayın sonuna doğru həyatınızda yeni başlanğıclar üçün güclü enerji yaranacaq. Şəxsi və peşəkar hədəflərinizi yenidən müəyyən etmək, köhnə vərdişlərdən uzaqlaşmaq və həyatınıza yeni istiqamət vermək istəyəcəksiniz.
Ulduzlar göstərir ki, iyun ayı əqrəblər üçün daxili güclənmə və yenilənmə ayıdır. Öz hisslərinizə güvənmək, balansı qorumaq və dəyişikliklərə açıq olmaq sizi uğura və xoşbəxtliyə yaxınlaşdıracaq. Oxatan bürcü. İyun ayı Oxatan bürcü üçün macəra, yenilik və şəxsi inkişafla dolu olacaq. Bu ay həyatınıza daha çox hərəkət, enerji və motivasiya daxil olacaq. Uzun müddətdir dəyişiklik etmək, yeni yerlər görmək və fərqli təcrübələr yaşamaq istəyən Oxatanlar üçün çox uyğun dövrdür. Özünüzü daha azad, daha enerjili və həyata qarşı daha həvəsli hiss edəcəksiniz. İyun ayında qarşınıza çıxan fürsətləri düzgün qiymətləndirsəniz, həm şəxsi, həm də peşəkar baxımdan mühüm irəliləyiş əldə edə bilərsiniz. Ulduzlar sizə göstərir ki, bu ay cəsarətli addımlar və pozitiv düşüncə uğurun əsas açarı olacaq. İş və karyera sahəsində Oxatanları hərəkətli və uğurlu bir ay gözləyir. Yeni ideyalarınız, yaradıcı yanaşmalarınız və enerjiniz iş mühitində diqqət çəkəcək. Rəhbərlik və həmkarlar sizin aktivliyinizdən və fərqli düşüncə tərzinizdən təsirlənəcək. Xüsusilə ünsiyyət, satış, təhsil, media və səyahətlə bağlı sahələrdə çalışan Oxatanlar üçün iyun ayı uğurlu keçəcək. Komanda işində motivasiya verən insan kimi ön plana çıxa bilərsiniz. Ayın əvvəlində yeni layihələr və maraqlı təkliflər gündəmə gələ bilər. Uğurlu danışıqlar və görüşlər gələcək planlarınıza müsbət təsir göstərəcək. Bəzi Oxatanlar iş dəyişmək, əlavə fəaliyyətə başlamaq və ya şəxsi layihəsini genişləndirmək barədə düşünəcək. Ayın ortalarında xarici əlaqələr və beynəlxalq mövzular ön plana çıxa bilər. Xarici şirkət, uzaq məsafəli əməkdaşlıq və ya yeni təhsil imkanları ilə bağlı sevindirici xəbər alma ehtimalınız yüksəkdir. Ulduzlar sizə öz potensialınıza inanmağı və fürsətləri qorxmadan dəyərləndirməyi tövsiyə edir. Maliyyə baxımından iyun ayı ümumilikdə müsbət görünür. Yeni gəlir mənbələri və əlavə qazanc imkanları yarana bilər. Ayın ilk yarısında kiçik maddi uğurlar və gözlənilməz qazanc ehtimalı görünür. Lakin xərclərinizi planlı idarə etmək vacib olacaq. Səyahət, əyləncə və impulsiv alış-veriş üçün çox pul xərcləmək sonradan çətinlik yarada bilər. Maliyyə baxımından ağıllı və düşünülmüş qərarlar vermək uzun müddətli rahatlıq gətirəcək. Ayın sonuna doğru maddi vəziyyətinizdə daha çox sabitlik hiss ediləcək. Sevgi həyatında isə iyun ayı romantika və maraqlı emosiyalarla yadda qalacaq. Münasibətdə olan Oxatanlar tərəfdaşı ilə daha açıq və səmimi münasibət quracaq. Bu ay dürüst söhbətlər və birlikdə qurulan planlar münasibətləri daha da gücləndirəcək. Romantik görüşlər, sürprizlər və birgə səyahət planları münasibətinizə yeni enerji gətirəcək. Tərəfdaşınız sizin diqqətinizə və pozitiv enerjinizə daha çox ehtiyac duya bilər. Subay Oxatanlar üçün isə iyun ayı yeni tanışlıqlar və romantik macəralarla doludur. Ayın ortalarında maraqlı biri ilə tanışlıq və sürpriz görüş ehtimalı yüksəkdir. Bu insanın enerjisi və düşüncə tərzi sizə çox yaxın gələcək. Tanışlıq səyahət, sosial tədbir və ya internet vasitəsilə baş verə bilər. Bəzi Oxatanlar üçün uzaq məsafəli münasibət və ya xarici biri ilə emosional yaxınlıq ehtimalı da görünür. Ulduzlar sizə hisslərinizi gizlətməməyi və ürəyinizin səsinə qulaq asmağı tövsiyə edir. Ayın sonuna doğru gələcək planlarınız daha da aydınlaşacaq. Qarşınıza yeni məqsədlər qoyacaq və onlara çatmaq üçün daha qətiyyətli davranacaqsınız. Ulduzlar göstərir ki, iyun ayı Oxatanlar üçün inkişaf, hərəkət və uğurlu dəyişikliklər ayıdır. Həyata pozitiv yanaşmaq, çevik olmaq və fürsətləri vaxtında dəyərləndirmək sizi böyük uğurlara yaxınlaşdıra bilər. Bu ay həyatınıza daxil olacaq yeniliklər gələcəkdə mühüm dəyişikliklərin başlanğıcı ola bilər. Oğlaq bürcü. İyun ayı Oğlaq bürcü üçün məqsədyönlü addımlar, ciddi qərarlar və məhsuldar inkişaf dövrü olacaq. Bu ay siz həyatınızın bir çox sahəsində daha planlı və qətiyyətli davranacaqsınız. Uzun müddətdir üzərində düşündüyünüz məsələləri qaydaya salmaq, gələcək planlarınızı dəqiqləşdirmək və maddi-mənəvi sabitlik yaratmaq əsas prioritetiniz olacaq. İyun ayında zəhmətinizin nəticəsini görmək və özünüzü daha güclü hiss etmək imkanınız artacaq. Ulduzlar göstərir ki, səbrli və intizamlı yanaşmanız sizi uğura yaxınlaşdıracaq. İş və karyera sahəsində oğlaqları olduqca uğurlu və hərəkətli günlər gözləyir.
Məsuliyyətli davranışınız, planlı yanaşmanız və işə ciddi münasibətiniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. İş mühitində etibarlı və peşəkar insan kimi ön plana çıxacaqsınız. Yeni layihələr, vacib görüşlər və əməkdaşlıqlar gündəmə gələ bilər. Xüsusilə rəhbərlik, maliyyə, tikinti, idarə etmə və təşkilatçılıq sahəsində çalışan oğlaqlar üçün iyun ayı böyük imkanlar vəd edir. Ayın əvvəlində yaradıcı ideyalar və fərqli layihələr motivasiyanızı artıracaq. Uzun müddətdir planlaşdırdığınız bir işi həyata keçirmək üçün uyğun şərait yarana bilər. Ayın ortalarında mühüm razılaşma, yeni iş təklifi və ya gələcək üçün vacib əməkdaşlıq ehtimalı görünür. Bəzi oğlaqlar iş həyatında yüksəliş və əlavə məsuliyyət əldə edə bilər. Bu dövrdə diqqətli və səbirli davranmaq uğurunuzu daha da artıracaq. Ulduzlar sizə göstərir ki, bu ay atacağınız addımlar gələcək karyeranıza ciddi təsir edə bilər. Maliyyə baxımından iyun ayı ümumilikdə müsbət görünür. Gəlirinizdə artım və əlavə qazanc imkanları mümkündür. Ay ərzində bonus, kiçik mükafat və ya gözlənilməz gəlir əldə etmək ehtimalı yüksəkdir. Lakin maliyyə məsələlərində planlı və qənaətcil olmaq vacibdir. Böyük xərclər etməzdən əvvəl hər şeyi diqqətlə hesablamalısınız. Xüsusilə ev və şəxsi ehtiyaclarla bağlı əlavə xərclər yarana bilər. Ağıllı qərarlar və düzgün planlama maliyyə sabitliyinizi qorumağa kömək edəcək. Sevgi həyatında isə iyun ayı daha emosional və rəngarəng keçəcək. Münasibətdə olan oğlaqlar tərəfdaşı ilə daha yaxın və səmimi münasibət quracaq. Son zamanlar münasibətlərdə yaranan məsafə və yorğunluq bu ay azalacaq. Romantik jestlər, sakit söhbətlər və birlikdə keçirilən vaxt münasibətlərə yeni enerji gətirəcək. Tərəfdaşınız sizdən daha çox diqqət və emosional yaxınlıq gözləyə bilər. Hisslərinizi açıq şəkildə ifadə etmək münasibətlərinizi daha da möhkəmləndirəcək. Ayın sonuna doğru gələcək planlarınız daha da dəqiqləşəcək. Qarşınıza yeni məqsədlər qoymaq və həyatınızda mühüm dəyişikliklər etmək istəyəcəksiniz. Ulduzlar göstərir ki, iyun ayı oğlaqlar üçün zəhmətin bəhrəsini görmək, sabitlik yaratmaq və gələcəyə inamla addımlamaq ayıdır. Özünüzə güvənin, səbrinizi qoruyun və məqsədlərinizə doğru qətiyyətlə irəliləyin. Bu ay həyatınızda uzun müddətli uğurların başlanğıcı ola bilər. Dolça bürcü. İyun ayı Dolça bürcü üçün yeniliklər, yaradıcılıq və sosial aktivlik baxımından olduqca parlaq keçəcək. Bu ay həyatınıza yeni enerji, fərqli ideyalar və maraqlı insanlar daxil olacaq. Özünüzü daha azad, daha ilhamlı və daha motivasiyalı hiss edəcəksiniz. Uzun müddətdir beyninizdə formalaşdırdığınız planları həyata keçirmək üçün uyğun şərait yaranacaq. İyun ayında fərqli düşüncə tərziniz və orijinal yanaşmalarınız ətrafınızdakı insanların diqqətini çəkəcək. Ulduzlar göstərir ki, bu dövrdə dəyişikliklərdən qorxmamaq və yeni imkanlara açıq olmaq sizə böyük uğur gətirə bilər. İş və karyera sahəsində dolçaları olduqca məhsuldar və uğurlu bir ay gözləyir. Yeni layihələr, yaradıcı ideyalar və təşəbbüslər sayəsində iş həyatında ön plana çıxacaqsınız. Rəhbərlik və həmkarlar sizin fərqli düşüncə qabiliyyətinizi və yenilikçi yanaşmalarınızı yüksək qiymətləndirəcək. Xüsusilə texnologiya, media, dizayn, sosial layihələr və yaradıcılıq tələb edən sahələrdə çalışan dolçalar üçün iyun ayı böyük imkanlar vəd edir. Ayın əvvəlində beyniniz yeni ideyalarla dolacaq və motivasiyanız artacaq. Uzun müddətdir planlaşdırdığınız bir layihəyə başlamaq və ya fəaliyyətinizi genişləndirmək üçün uyğun zamandır. Komanda işində aktiv rol oynayacaq və insanları motivasiya etməyi bacaracaqsınız. Ayın ortalarında ictimai fəaliyyətlər, tədbirlər və yeni əməkdaşlıqlar gündəmə gələ bilər. Bəzi dolçalar üçün yeni iş təklifi və ya gələcək üçün vacib razılaşma ehtimalı yüksəkdir. Ulduzlar sizə çevik davranmağı və qarşınıza çıxan fürsətləri vaxtında dəyərləndirməyi tövsiyə edir. Maliyyə baxımından isə iyun ayı ümumilikdə müsbət görünür. Yeni gəlir mənbələri və əlavə qazanc imkanları ortaya çıxa bilər. Ay ərzində bonus, əlavə mükafat və ya gözlənilməz gəlir alma ehtimalınız var. Bununla belə, planlı və qənaətcil davranmaq vacibdir. Texnologiya, əyləncə və şəxsi maraqlar üçün həddindən artıq pul xərcləmək sonradan büdcənizə təsir göstərə bilər. Maliyyə məsələlərində ağıllı qərarlar vermək və uzun müddətli plan qurmaq sizə üstünlük qazandıracaq. Sevgi həyatında isə iyun ayı maraqlı emosiyalar və romantik yeniliklərlə yadda qalacaq.
Münasibətdə olan dolçalar tərəfdaşı ilə daha açıq və rahat münasibət quracaq. Birlikdə maraqlı planlar qurmaq, səyahət etmək və yeni təcrübələr yaşamaq münasibətinizə yeni nəfəs gətirəcək. Romantik jestlər və sürprizlər aranızdakı emosional bağı gücləndirəcək. Tərəfdaşınız sizin diqqətinizə və emosional dəstəyinizə daha çox ehtiyac duya bilər. Subay dolçalar üçün isə iyun ayı yeni tanışlıqlar və flört imkanları baxımından olduqca uğurludur. Ayın ortalarında maraqlı biri ilə tanışlıq ehtimalı yüksəkdir. Bu insanın fərqli düşüncəsi və enerjisi sizi özünə cəlb edə bilər. Sosial tədbirlərdə, internet vasitəsilə və ya dost çevrəsində yeni münasibət başlanğıcı mümkündür. Bəzi dolçalar üçün gözlənilməz romantik macəra və sürətli emosional yaxınlıq ehtimalı da görünür. Ulduzlar sizə hisslərinizi sərbəst ifadə etməyi və yeni insanlara şans verməyi tövsiyə edir. Ayın sonuna doğru gələcək planlarınızı daha ciddi şəkildə düşünməyə başlayacaqsınız. Yeni məqsədlər müəyyən etmək, həyatınıza istiqamət vermək və böyük dəyişikliklər etmək üçün uyğun zamandır. Ulduzlar göstərir ki, iyun ayı dolçalar üçün yenilənmə, sosial uğur və şəxsi inkişaf ayıdır. Özünüzə inanmaq, fərqli düşünmək və dəyişikliklərə açıq olmaq sizi gözlənilməz uğurlara yaxınlaşdıra bilər. Bu ay həyatınıza daxil olacaq yeniliklər gələcəkdə çox önəmli dönüş nöqtəsinə çevrilə bilər. Balıqlar bürcü. İyun ayı balıqlar bürcü üçün duyğusal zənginlik, yaradıcılıq və daxili yenilənmə dövrü olacaq. Bu ay hissləriniz daha da güclənəcək və intuisiya qabiliyyətiniz bir çox məsələdə sizə doğru yol göstərəcək. Həyatınıza daha çox harmoniya, sakitlik və emosional yaxınlıq gətirmək istəyəcəksiniz. İyun ayında həm şəxsi, həm də peşəkar sahədə özünüzü inkişaf etdirmək üçün güclü motivasiya hiss edəcəksiniz. Ulduzlar göstərir ki, daxili səsinizə qulaq asmaq və ürəyinizin istədiyi istiqamətdə hərəkət etmək sizə uğur gətirə bilər. İş və karyera sahəsində balıqları məhsuldar və yaradıcı bir dövr gözləyir. Səbirli və diqqətli yanaşmanız rəhbərlik və həmkarlar tərəfindən yüksək qiymətləndiriləcək. Xüsusilə yaradıcılıq, incəsənət, media, təhsil və insanlarla ünsiyyət tələb edən sahələrdə çalışan balıqlar üçün iyun ayı uğurlu keçəcək. Yeni ideyalarınız və fərqli düşüncə tərziniz iş mühitində diqqət çəkəcək. Uzun müddətdir planlaşdırdığınız layihələrə başlamaq və ya yeni fəaliyyət sahəsinə keçmək üçün uyğun zamandır. Ayın əvvəlində motivasiyanız yüksələcək və beyniniz yeni planlarla dolacaq. Ayın ortalarında maraqlı layihə, əməkdaşlıq və ya fərqli iş təklifi gündəmə gələ bilər. Bəzi balıqlar üçün uzaq məsafəli iş, onlayn fəaliyyət və ya yaradıcı layihələrdən gəlir əldə etmək ehtimalı görünür. Lakin qərar verməzdən əvvəl hər detalı diqqətlə analiz etmək vacibdir. Emosiyalarla deyil, məntiqlə davranmaq sizə daha uğurlu nəticələr gətirəcək. Maliyyə baxımından isə iyun ayı diqqətli və planlı davranmağı tələb edir. Qənaətli olmaq və xərcləri nəzarətdə saxlamaq vacib olacaq. Xüsusilə emosional alış-veriş və lazımsız xərclər sonradan sizi narahat edə bilər. Ayın sonuna yaxın kiçik maliyyə uğurları və əlavə qazanc imkanları görünür. Bəzi balıqlar əlavə gəlir mənbəyi axtarmağa və yeni layihələrdən qazanc əldə etməyə başlayacaq. Ağıllı qərarlar və səbir maliyyə baxımından sizə üstünlük qazandıracaq. Sevgi həyatında isə iyun ayı olduqca romantik və emosional keçəcək. Münasibətdə olan balıqlar tərəfdaşı ilə daha dərin və səmimi münasibət quracaq. Açıq söhbətlər, romantik jestlər və emosional yaxınlıq münasibətləri daha da möhkəmləndirəcək. Tərəfdaşınızla birlikdə gələcəklə bağlı planlar qurmaq istəyiniz arta bilər. Bu ay hisslərinizi gizlətməmək və sevginizi daha açıq göstərmək münasibətlərinizə müsbət təsir edəcək. Ayın sonuna doğru həyatınızda yeni məqsədlər və planlar ön plana çıxacaq. Şəxsi və peşəkar həyatınızı inkişaf etdirmək üçün daha ciddi qərarlar vermək istəyəcəksiniz. Ulduzlar göstərir ki, iyun ayı balıqlar üçün həm emosional güclənmə, həm də daxili yenilənmə ayıdır. Öz hisslərinizə güvənmək, pozitiv düşünmək və dəyişikliklərə açıq olmaq sizi uğura və xoşbəxtliyə yaxınlaşdıracaq. Bu ay həyatınıza daxil olacaq yeniliklər gələcəkdə mühüm dönüş nöqtəsinə çevrilə bilər.